İndidən yazır. Əgər də istəyirsiniz danışasınız ki, lap yaxşı. Bəzi bir neçə söz demək istəyirəm. Siz də buyurun, hər nə sözünüz var, buyurun. Azərbaycan xalqı həmişə Azərbaycan xalqının azadlığı uğrunda, onun milli müqəddəratı uğrunda, xüsusilə özünün ana dilini əldə etmək üçün çox böyük əzəmətli mübarizə aparıb. Həmin mübarizədə minlərlə qurban veribdir. Azərbaycan xalqı yenə də çalışır ki, Azərbaycan xalqının milli müqəddəratını əldə etmək üçün mübarizəni davam etsin. Biz Azərbaycan xalqına tövsiyə edirik. Azərbaycan xalqı apardığı mübarizədə öz ayağı üstündə durmalıdır. Heç bir dövlətin, heç bir adamın təsiri altına düşməməlidir. Azərbaycan xalqı bütün apardığı mübarizədə elə hərəkət eləməlidir ki, Azərbaycan xalqı düzgün inqilabi mübarizə yolu ilə geçsin və inqilabi hərəkatda ancaq özünün qarşıya qoyduğu vəzifələri həyata keçirsin. Və bu yolda Azərbaycan Demokrat Firqəsinin rolu çox böyükdür. Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvərinin yaratdığı partiyadır. O, tarix boyu yarandığı gündən apardığı mübarizədə hələlik Azərbaycan xalqının müqəddəratı uğrunda böyük və əhəmiyyətli rol oynayıbdır. Və mənə elə gəlir ki, bundan sonra da Azərbaycan Demokrat Firqəsinin üzvləri çox böyük sədaqətlə öz xalqının azadlığı uğrunda mübarizəni davam etdirəcək və Azərbaycan xalqının milli müqəddəratını əldə edəcəkdir. Sağ olun da, var olasın. Mühacirət devrində keçmiş inqilabi mübarizənin tarixini və onun bütün sənədlərini 220-yə qədər kitab nəşr edibdir. 3800 cilt belə arxiv sənədləri, 3800 cilt belə arxiv sənədlərini hazırlayıbdır. Gələcək nəsli ondan nəticə çıxartmaq üçün bütün sənədlər hazırlanmışdır. İndi mən başlamışam Azərbaycan qəzetində mühacirət devrini yazıram. Azərbaycan roznaməsində Azərbaycan Demokrat Firqəsinin mühacirətdəki fəaliyyətini bütün nömrələrdə məqalələrim gedir. Mənə elə gəlir ki, orada da o müəyyən nəticələr verilibdir. Gələcək inqilabi mübarizəni gənc nəsli ondan da istifadə edib öz işini düzgün qura bilər. Mən yenə də deyirəm, Azərbaycanın xalqının gələcək nəsli, gələcək cavanlar öz ayağı üstündə durmalıdır. Heç kəsin təsiri altına düşməməlidir. Onun üçün ölkənin iqtisadi, ictimai, siyasi vəziyyətini dərindən öyrənməlidir. Eyni zamanda İranda yaşayan siniflərin vəziyyətini, onların əlaqələrini, onların bir-birləri ilə həmkarlıq eləmək üçün tədbirlər görməlidir. Eyni zamanda Azərbaycan Demokrat Firqəsinə rəhbərlik edən adamlar arasında fikir birliyi olmalıdır. Heç bir zaman çalışmalıdır ki, onların arasında heç kəs ixtilaf sala bilməsin. İzlik olandan sonra Azərbaycan xalqı o hədəfə çatacaqdır. Və o birliyi pozmaq üçün çalışan adamlara heç bir zaman yol verilməməlidir. Bu qədər.